Amerika Birləşmiş Ştatlarının Daxili Təhlükəsizlik naziri Kristi Noimin çantasının oğurlanması ilə bağlı yeni detallar ortaya çıxıb. Əsas şübhəli 49 yaşlı Çili vətəndaşı Mario Bustamante Leiva oğurluq və dələduzluq ittihamı ilə Vaşinqtondakı federal məhkəmə qarşısına çıxarılıb. Məhkəmə sənədlərinə görə oğurluq Pasxa bayramı günü Vaşinqtondakı restoranların birində baş verib. Nazir ailəsi ilə birlikdə nahar edərkən Leiva onun Gucci markalı çantasını oğurlayıb. Hadisə restoranın müşahidə kameralarına da düşüb. Belə ki, Leiva çantanı ayağı ilə çəkib və paltosunun altında gizlədərək restorandan çıxıb. Çantada isə şəxsiyyət vəsiqəsi, dərmanlar, çeklər, açarlar və $3000 nəqd pul olub. Leiva kredit kartlarından $200 çox alış-veriş edib. Digər əşyalar və $3000 isə qaldığı moteldə gizlədib. Qeyd edilib ki, o əvvəl Londonda oxşar cinayətlərə görə məsuliyyətə cəlb olunub. ABŞ-də isə qeyri-qanuni yaşayır. Leiva öz növbəsində Noimi tanımadığını bildirib. Nazir isə bu hadisəni peşəkar cinayətkarların işi adlandıraraq sərt miqrasiya siyasətinin vacibliyini vurğulayıb. Qeyd edək ki, ikinci şübhəli şəxs Cristian Rodrigo Sanzana da saxlanılıb. Hazırda istintaq davam edir və digər şübhəlilərin saxlanılması gözlənilir. Ruqiyyə Nəcəfli, Humay Cəfərova, Mira TV.